Daha ətraflı məlumatı Prezidentin səfərini müşahidə edən əməkdaşımız İbrahim Kamiloğlu çatdıracaq. Buyur İbrahim, söz səndədir. Salam, hər vaxtın xeyir Günel. Bəli, sizin də qeyd etdiyiniz kimi Prezident İlham Əliyev Çində səfərdədir, dövlət səfərindədir. Bu dövlət başçısının Çinə ilk səfəri deyil, əvvəllər də bir neçə dəfə səfərdə olub. 2014-cü ildə, 15-ci ildə və 19-cu ildə. Burada həm rəsmi səfər, işgüzar səfər və beynəlxalq forumda iştirak bura daxildir. Bu gün isə dövlət səfərindədir və sabah yüksək səviyyəli bir neçə görüşün keçiriləcəyi gözlənilir. Pekin də bu səfərə çox ciddi şəkildə hazırlaşır. Bunu yol boyu gəldikcə də görmək mümkün idi. Çünki şəhər ərazisində Çin və Azərbaycan bayraqları bircə dalğalanırdı, asılmışdı şəhər ərazisindən və Pekin rəsmi şəkildə buna çox ciddi şəkildə hazırlaşır və onu da qeyd edim ki, Çin Azərbaycanın ən böyük 4-cü ticarət tərəfdaşıdır. Ötən il iyul ayında Astanada Şanxay Əməkdaşlıq Təşkilatının görüşü çərçivəsində dövlət başçıları tərəfdaşlıq haqqında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzaladılar və bu bəyannamədən sonra əlaqələr yeni bir müstəviyə keçdi və hazırda Azərbaycan qeyd etdiyim kimi Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Hazırda Azərbaycanın Çinə ixracı 7,9% təşkil edir. Çinin Azərbaycana idxalı isə 17,69%-dir. İki ölkə arasında müxtəlif sahələrdə münasibətlər var. Mədəni sahədə, təhsil sahəsində və digər sahələrdə əməkdaşlıqlar var və eləcə turizm sahəsində də əməkdaşlıq davam edir, var, danışıqlar gedir bununla da bağlı. Həm də səfərlər də var. Yəni ötən il Azərbaycana Çinli turistlərin səfərləri turistlərin getməsi 2 dəfə artıb. Eləcə də hazırda ən böyük layihələrdən biri də gözlənilir ki, Azərbaycan və Çin arasında danışıqlar gedir. Alternativ enerji bərpa olunan enerji sahəsində layihələrin icrasında, daha doğrusu birgə əməkdaşlıq edilmək sahəsində danışıqlar gedir. Ondan başqa Azərbaycan bir kəmər, bir yol layihəsini ilk dəstəkləyən ölkələrdən olub və hazırda da Çinlə bu sahədə də, bu layihə sahəsində də ciddi əməkdaşlıqlar gedir və Azərbaycan bura çox böyük öz töhfəsini verir və eləcə də vahid Çin siyasətini dəstəkləyən ölkələrdən biridir həm də Azərbaycan. Eləcə də Çin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bu gün də onu bildirir. Hətta hazırda sülh danışıqları getdiyi bir dövrdə də Azərbaycanın bu prosesdəki rolunu daim dəstəklədiyini və ona lazımi dəstəyi verə biləcəyini Çin hökuməti daim, Çin dövləti daim səsləndirib və yenə qeyd etdiyim kimi Azərbaycanla Çin arasında artıq yeni dövr yenidən başlayır və qeyd etdiyim kimi sabahdan yeni görüşlərin, yeni toplantıların olacağı gözlənilir və son olaraq onu da qeyd edim, hava ilə bağlı. Hazırda bəli, hava burada qaranlıqdır, çünki burada artıq saat 10-dur, 11-ə işləyib, daha doğrusu saat 11-ə işləyib, yəni bizdən 4 saat, Azərbaycandan 4 saat irəlidir və ona görə də hazırda burada gecədir. Hələlik bizdən çatdıracaqlarımız bu qədər, buyurun, söz sizdədir. Təşəkkür edirəm İbrahim, ətraflı məlumat üçün. Buraxılışımız isə davam edir.